Rəqəmsal transformasiyada layihə idarəçiliyinin rolu nədir? 4-cü sənaye inqilabının gətirdiyi vacib məqamlar var. Onlara ayaq uydurmaq lazımdır. Zamanı da belədir ki, sən bu günlərim data əsaslanıb qərar verməsən, uğur olmayacaq. Təbii ki. Biz biznesə danışırıq da. Bəs bu sistemlər biznesi necə dəyişdirir? Bu iki yanaşma arasında balans əsasən hibrid model yanaşması vasitəsilə qurulur. Fikirləşəsən, sənin əlində kifayət qədər resurs varmı? Nə qədər resurs lazımdır? Nə qədər pul lazımdır? Nə qədər işçi lazımdır? İnsan özünü inkişaf elətdirməsə, nə işində, nə heç bir yerdə inkişafdan söz gedə bilməz. Bu həll yollarını tətbiq etsələr, inanıram ki, uğura çatarlar. Salam, siz Asan TV və radioda Azərbaycanda rəqəmsal transformasiya verilişini dinləyirsiniz. Stüdiyo aparıcınız Rauf Şirinovdur. Biz bugün müasir biznesdən danışırıq. Verilişimizin qonağı Sokar Polimerin ERP sistemləri və ümumi layihələr üzrə layihə rəhbəri Roman Məmmədovdur. Xoş gəlmişsiniz. Xoş gördük. Və təbii ki, verilişimizin daimi eksperti Siemens tərəfdaşı Qafar Məcidov bizimlədir. Siz də xoş gördük. Çox sağ olun. Düşünürəm ki, bugün maraqlı bir mövzuda, yaxşı bir müzakirə aparacağıq. Qeyd eləyək ki, verilişimiz ERP sistemimizin sponsorluğu ilə yayımlanır. Bir daha xoş gördük hər birinizi. Biz bugün müxtəlif mövzulara toxunacağıq. Düşünürəm ki, maraqlı bir həmsöhbət olacaq sizdən. İstəyirəm ki, ilk suala keçsək. Ümumiyyətlə, necə düşünürsünüz Roman bəy? Rəqəmsal transformasiyada layihə idarəçiliyinin rolu nədir? Rəqəmsal transformasiya prosesini həyata keçirdən təşkilatlarda layihə idarəçiliyi dəyişimin önəmini təşkil edir. Bu prosesdə dəyişim şirkətlərdə strategiyanın konkret fəaliyyət planına dönüşdürülməsinə, resursların düzgün paylaşdırılmasına və risklərin idarə olunmasına köməklik edir. Bundan başqa, layihə idarəçiliyi komanda işidir və şəffaf kommunikasiya quraraq üçüncü tərəf partner şirkətlərlə birlikdə layihənin uğuruna nail oluruq. Son olaraq qeyd etmək olar ki, rəqəmsal transformasiyanın uğuru birbaşa peşəkar layihə komandasından asılıdır. Bəs ümumiyyətlə, xüsusilə maraqlıdır ki, siz rəqəmsal transformasiya sayəsində hansı layihələr həyata keçirirsiniz? Ümumi qeyd etmək istəyirəm ki, Sokar Polimer 2019-cu ildən günümüzə kimi SAP proqram təminatının istifadəçisidir. Bizim təşkilatda təqribən 650-dən çox əməkdaşımız gündəlik fəaliyyətlərində SAP proqram təminatından istifadə edir. Bundan başqa, Sokar Polimerdə istehsalat sahəsində, zavodlarımızda Starlims adında proqram təminatı qurulub. Bu, laboratoriya idarə etmə sistemidir və SAP ilə inteqrasiya olunmuşdur. Başqa maraqlı layihəmiz beynəlxalq layihə olub, Siri layihəsi adlanır. Bu, Smart Industry Readiness Index, ağıllı sənaye hazırlıq indeksi layihəsidir. Bu layihənin çərçivəsində şirkətimizin biznes prosesləri qiymətləndirilmiş və buna müvafiq olaraq yol xəritəsi hazırlanmışdır. Bu yol xəritəsindən yola çıxaraq 2025-ci ildən 2027-ci ilə kimi təqribən 20-dən çox transformasiya layihəsinin icrası planlaşdırılmış və bu plan rəhbərliyi tərəfindən təsdiqlənmişdir. Misal olaraq, hazırda istifadə etdiyimiz SAP proqram təminatında 16 modulumuz var. Modulların qiymətləndirilməsi layihəsi, mövcud SAP sisteminin bir sonraki texnolojik həll olan S4HANA layihəsinin miqrasiyası layihəsi, SAP maliyyə kontroling modulunun yenidən qurulması, SAP vergi modulunun ilk dəfə olaraq qurulması, RPA layihəsi bizdə icradadır. RPA layihəsi proseslərin robotlaşdırılması, daha sonra internet banking layihəmiz var. Şirkətimizin SAP maliyyə modulu ilə yerli və beynəlxalq bank sistemləri ilə inteqrasiya təmin olunması. Bir başqa maraqlı layihəmiz Tooling layihəsidir. Tooling layihəsinin ümumi anlamı geri dönüşüm layihəsidir. Burada Azerkimya ilə Sokar Polimer arasında istehsal əməliyyat modelinin qurulması layihəsidir. Daha sonra Access Control, Face Control sisteminin qurulması SAP insan resursları modeli ilə inteqrasiyası layihəsidir. Daha sonra süni intellekt dəstəkli şirkətimizin rəsmi web səhifəsinin yenidən qurulması layihəsini deyə bilərəm. İstehsalat sahəsinə gəldikdə isə burada hava və azot kimi kimyəvi məhsulların satış proseslərinin maliyyə uçotunun aparılmasını təmin edən modelin qurulması, zavod avadanlıqlarından korroziya hallarının öncədən aşkarlanması və buna müvafiq tədbirlər planının hazırlanaraq istehsalatın davamlılığını təmin edən modelin qurulması, başqa bir layihəmiz GoPlant layihəsidir. GoPlant layihəsi əməkdaşlarımızın mobil tətbiqlər vasitəsilə avadanlıqların real işləmə prinsiplərinin izlənilməsi və əməliyyat tapşırıqlarının mobil tətbiqlər vasitəsilə idarə olunması layihələrini misal çəkə bilərik. Ümumilikdə təqribən 15-ə yaxın layihənin adını qeyd etdim və bu layihələri bizim böyük komandamızla paralel şəkildə hal-hazırda icra edirik.
Kifayət qədər əslində çox müsbət xarakterli görülən işlərdir. Siz qeyd edirsiniz 15-ə yaxın bir layihədə əslində Qafar müəllim. Bu yerdə artıq siz də söz düşürsünüz, dəyişmək istəyərik. Sizi ruhdan salmaq istəmirəm. Amma bunlar ilk addımlardır. Təbii. Sözsüz ki, Sokar Polimer Azərbaycanda bir fəxr nöqtəsi kimi bir müəssisədir. Nümunəvi bir müəssisədir. Yenə də deyirəm, bu rəqəmsal transformasiyanın təməlləri əsas olan bir layihələridir. Onlar həyata keçirdikləri və mən uğurlar arzuluyuram bu müəssisəyə. Çünki mən inanıram ki, orada inkişaf üçün çox böyük yer var, imkanlar var və əsas o, mənim bir neçə dəfə vurğuladı, komanda var. O çox vacib bir şeydir. Tabii Komandanın olması, peşəkarlar komandası, işi bilən, ümumiyyətcə ERP nə deməkdir? ERP Enterprise Resource Planning, yəni müəssisənin resurslarını planlaşdırma sistemləridir. Planlaşdırmada o hər şeyin önündədir. Sən öncədən resursları planlaşdırmasan, mütləq ya fayda qatmayacaqsən, ya israfçılığa yol verəcəksən, ya da hansısa iraq olsun layihəni o ortasında dayandırmalı olacaqsan. Çünki işi başlayandan öncə girə fikirləşəsən, sənin əlində kifayət qədər resurs varmı? Nə qədər resurs lazımdır? Nə qədər pul lazımdır? Nə qədər işçi lazımdır? Nə qədər material lazımdır? Bunlar önəmli şeylərdir və o resurslardan ən vaciblərin birisi elə komandadır. Yəni o yaxşı bir komanda olandan sonra əslində yaxşı işlər də görmək və nəticəyə gəlib çıxmaq da tez və asan olur. Mən istəyirəm başqa bir mövzuda toxunaq. Məsələn, biz hər zaman nə eşidirik xüsusilə işdə və digər məsələlərdə bu çevik yanaşmalar, yəni biz əcəl texnologiyalar deyirik. Maraqlıdır ki, baxın bu ənənəvi texnologiyaların əcəl arasındakı balans necə qorunur və ya bu işi necə tənzimləyirsiniz? Bu barədə biraz danışaq. Suala cavab vermədən öncə gəlin bu yanaşmaları qısa açıqlayaq. Ondan sonra bir maraqlı nümunə verərək izah verək. Deməli, ənənəvi project management metodologiyaları dedikdə, burada biz strukturlaşdırılmış planlama, müəllimin dediyi kimi, planlara nəzarət və risklərin idarə olunması ənənəvi metodologiyalarla idarə olan layihələrin üstünlükləridir deyə bilərik, əsas amilləridir deyə bilərik. Çevik layihələrə gəldikdə isə çevik layihələr adından da göründüyü kimi mərhələli inkişaf və dəyişən tələblərə sürətli uyğunlaşma əsas amillərdir. Bu iki yanaşma arasında balans hibrid model yanaşması vasitəsilə qurulur. Misal olaraq, gəlin belə bir misal düşünək istehsalatdan. Yeni bir zavodda istehsal xəttinin qurulması layihəsini ələ alaq. Deməli, burada yeni zavodun tikintisi, zavoda avadanlıqların alınması, elə zavodun içərisində istehsal xəttinin qurulması, ciddi planlama, müəllimin dediyi kimi planlama, büdcə, zaman çalışmaları tələb etdiyindən bu şəkildə idarə olunan layihələr ənənəvi metodologiyalara əsaslanaraq icra olunur. Həmin bu zavodun içərisindəki istehsal xətti üzərində proqram təminatının qurulması, proseslərin optimallaşdırılması isə çevik idarə olunur. Çünki burada tələblər dəyişilə və tez-tez yenilənə bilər. Belə olan halda hibrid model nümunəsində layihənin ana strukturu sabit saxlanılmaqla dəyişən hissələri çevik əcəl idarə olunur. Bu da hibrid model üçün düşünürəm ki, uyğun nümunədir. Tamamilə doğrudur. İstehsalatda ümumiyyətcə çeviklik söhbət yalnız istehsalatdan gedirsə, çeviklik yeni məhsullar üçün, yeni bir yenilik, yəni bazarla ayaqlaşmaq üçün, zamanə ilə ayaqlaşmaq üçün çevikliyi istifadə. Amma belə məsələlər var ki, orada heç ümumiyyətcə ənənəvi planlaşma olmur. Məsələn, startaplar. Təbii ki. Startap başlananda onun heç bir resursu yoxdur. Onun bir ideyası var. O ideya üzərində çeviklik, yəni əcəl olaraq komanda yığılır, əcəl olaraq resurslar tapılır, əcəl olaraq yeni həmin o məhsul dəyişilir, mütəmadi olaraq yoxlanılır, təzədən dəyişilir, yoxlanılır, təzədən dəyişilir. Bu circular, yəni bu bir prosesdir. Amma ənənəvi məsələlərdə sözsüz ki, hibrid həldir. Və bilirsiniz, əslində son dönəmlərdə xüsusilə, məsələn, biz qarşımıza da çıxır, xüsusilə bu çevik yanaşmaları istifadə edən şirkətlər də çoxalır. Necə düşünürsünüz? Sizcə bunun doğrudan da müsbət tərəflərini artıq biz görməyə başlayırıq mı, məsələn?
mütləq şəkildə biz onu görürük. Müəssisələrdə ya istehsalla məşğul olan müəssisələrdə yox. Amma bir istehlakçı kimi siz onu görürsünüz, gündəlik həyatınızda görürsünüz. Telefonunuzda gündə yeni tətbiqlər əmələ gəlir. Həyatda hətta hansısa bir köhnə təbliğ var. Amma sizə yeniliklər gəlir. Yeni düymə, nə bilim, yeni funksiya, yeni nəmnə, o hamısı yanaşmanın nəticələridir. Telefona da yenilənmə gələndə bəzi yenilənməyəndə də görürsən telefon bir yerdən sonra artıq işləmir. Siz layihələrdən danışdınız bayaq Xanım bəy. İstərdik ki, toxunaq detallı şəkildə. Məsələn, bu layihələrin ən böyük çətinliyi və öyrənilmiş hər hansısa bir dərslər varmı? Çünki düşünürəm hər bir layihə, hər bir iş əslində bir təcrübədir və sözsüz ki, oradan müəyyən bir yaxşı ya da pis bir təcrübə qazanılır. Ümumi layihə sözünü mən yenilik kimi qəbul edirəm. Layihələr daima yenilik gətirir. Ümumi suala bu şəkildə cavab vermək istəyərəm ki, yeni texnologiyanın tətbiqi zamanı mütləq biz müəyyən çətinliklərlə rastlaşa bilirik. Bu təbiidir. Bu əsasən təşkilata uyğunluq və işçi heyətinin öyrədilməsi kimi amillərdir. Təşkilata uyğunluq dedikdə yeni tətbiq olunacaq texnologiya təşkilatın biznes proseslərinə uyğun olmalıdır. Və insan resurslarına gəldikdə isə insan resurslarının bilik və bacarıqlılıqları yeni texnologiyanı mənimsəyəcək düzeydə olmalıdır. Bu iki amil bir-birini tamamlayarsa, layihə uğurla yekunlaşmış olur. Yekun olaraq deyə bilərik ki, layihələrdə qarşılaşdığımız çətinliklər bizim üçün dəyərli təcrübəyə çevrilərək bizi çevik və sürətli qərarlar verməyimizdə köməklik göstərir. Biz, məsələn, az öncə ERP sistemlərə toxunduq. Maraqlıdır, məsələn, bu cür böyük iri sistemlərdən danışırsa, bunlar rəqəmsal transformasiyasının hansı mərhələsini həyata keçirir, məsələn? Qafur müəllim, yəqin siz də qəbul edirsiniz. Rəqəmsal transformasiyanın beynəlxalq olaraq qəbul olunan 4 yanaşması var. Bunları saysaq, rəqəmsallaşma, rəqəmsal idarəetmə, rəqəmsal transformasiya, innovasiya və davamlı inkişaf mərhələləridir. ERP, SAP kimi proqram təminatları bu 4 mərhələdən ikinci mərhələyə aiddir. Rəqəmsal idarəetmə mərhələsinə. Sadəcə məlumat üçün bunu vurğulamaq istəyirəm. İkinci mərhələdə yer alan şirkətlər, bu mərhələyə çatmış şirkətlər əsasən öz proseslərinin avtomatlaşdırılması və data analitikası sahəsində yenilikləri etmiş şirkətlər kimi qəbul edə bilərik. Xüsusilə siz datalara toxundunuz. Bizim həmişə Qafan müəllim də çox sevdiyi bir söz o data əsaslı qərar vermə. Qafan müəllim, mövzu sizə də yaxındır. Siz də eşitmək istəyirəm bu mövzuda. Tamamilə doğrudur. Amma mən ənənəvi sistemdən kənarlaşıb biraz qabağa getmək istəyirəm. Mən düşünürəm ki, ERP sistemin təbliğləri ilk addımdır. Çünki rəqəmsallaşma artıq demək olar ki, baş tutub. O indi artıq Azərbaycanda bu günlərim mən gördüyüm, bizneslərdə gördüyüm böyük bir ehtiyac odur ki, bu ERP sistemləri, yəni bu rəqəmsallaşmış artıq resursları idarə etməsidir. Mən zənnimcə çoxlu müəssisələr bu məqamı gözdən buraxır və hələlik ki, buna lazım olan diqqət yetirmirlər. Amma bu çox vacibdir. Çünki data əsaslı qərarlar onsuz mümkün deyil. Zamanı da belədir ki, sən bu günlərim data əsaslanıb qərar verməsən, uğur olmayacaq. Təbii ki. Çünki bütün dünya demək olar ki, data üzərində qurulub. Bu da indi, bilirsiniz, biraz fəlsəfi yanaşaq. Biz Sovet məkanında hər şey plan iqtisadiyyatı idi. Öncədən böyük bir nazirliklər var idi. Orada iqtisadiyyatçılar oturub hesablayırdılar ki, neçə dənə şalvar lazım olacaq bu əhaliyə, neçə dənə düymə lazım olacaq, nə qədər yol çəkilməlidir, nə qədər ət məhsulu hazırlanmalıdır. Və o gəldi, nəyə gətirdi? O gəldi, onu gətirdi ki, Sovet ölkəsi qıtlıq yaşadı. Qıtlıq yaşadı, amma başladı, hər şey başladı talonla, növbə ilə, qırğınla. Yəni, bu yanaşma özünü doğrultmadı. Digər tərəfdən kapitalizmə baxırsan, orada ümumiyyətcə planlaşma yoxdur. Satılır, istehsal edirəm. Satılır, istehsal edirəm.
O da nəyə gətirdi? O da israfçılığa gətirdi. İfrat dərəcəsində mallar doldu. Bu gün də biz onu yaşayırıq. Yəni bu günləri bütün dünya gəlir artıq circular economy modelinə artıq yaxınlaşır. Yəni o da özünü doğrultmadı. Amma data əsaslı qərarlar həmin o ortada olan mükəmməl yanaşmadır məncə. Baxın, biz biznesə danışırıq da. Bəs bu sistemlər biznesi necə dəyişdirir? Məsələn, biz bizə hansı müsbət dəyişimləri gətirə bilər bu barədə istərdik? Həm sizdən, həm də təbii ki, sizdən eşidək. Bu sistemlər deyəndə biz ERP sistemlərini nəzərdə tuturuq əlbəttə ki. ERP sistemlərinin hər hansı bir təşkilatda tətbiqi əsasən mərkəzdən idarə etməni gücləndirir, avtomatlaşdırmanı təmin edir, real vaxt analitikasına əsaslanaraq daha çevik və sürətli qərarların, müəllim bayaq dediyi kimi, dataya əsaslanaraq daha sürətli və çevik qərarların verilməsinə köməkli edir deyə düşünürəm. Həm də müəssisənin demək olar ki, müəssisənin bütün resurslarını qənaət edir. Biri var ki, məsələn, loru bir məsələ gətirir. Tutam ki, hər hansı bir müəssisə borusu olan bir müəssisədir. Bir borudur, nasoslar stansiyaları var. Bu nasoslar mütəmadi olaraq təmirə getməlidir. Sən bir sahə rəhbəri kimi oturub fikirləşirsən ki, mən istəmirəm mənim rəhbərim sabah mənim işimdə nöqsan tutsun. Mən bu günlərim ehtiyat eləyim, mən 2 dənə nasos sifariş eləyim ki, birdən biri xarab oldu, ikincisi işləmədi, üçüncüsü məndə olsun ehtiyatda. Deməli, sən bir dənə nasosun var, sən hələ 2 dənə də nasos sifariş edib atmışsan ambara. Nə olur? Müəssisə 3 dənə nasos alır. Reallıqda bəlkə heç bu 2 nasos 15 il ərzində lazım olmadı. Sən 15 il qabaqcadan o pulu artıq xərcləmirsən. Amma ERP sistemləri olanda predictive maintenance adlanan bir şey var. Sən həmin o datalar yığılır ki, yox, bu nasos kifayət qədər yaxşıdır. Bu 15 aydan sonra xarab olacaq. Müəssisənin də rəhbəri oturub baxırıq ki, bugünkü bizim gəlirimiz nə? Biz 15 aydan sonra bu 100 manatı ayıraq, heç o 2 dənə nasos lazım deyil. Sahə rəhbəri, sex rəisi görür ki, qapısı döyüldü 3 aydan sonra gəldilər, fəhlələr dedilər ki, biz bu nasosun filən detalını dəyişməliyik. Çünki bu artıq onun vaxtı gəlib çatır. Biz onun maşınlarda da görürük. İndi yeni maşın alanda, xarici maşınları alanda onun kitabçasında yazılır. Yazılır ki, 50.000 yürüşdən sonra mühərrikin filən yerini dəyişməlisən. Nə bilim, 100.000 yürüşündən sonra, nə bilim, sürətlər qutusunun filən yerini dəyişməlisən. Niyə? Hardan bilirlər? İşləyir axı. Xarab olmayıb. Niyə dəyişməliyəm? Çünki onun resursu qutarıb. O öncədən hesablanıb, öncədən bilinir, öncədən bəllidir. Sən də maşını alanda bilirsən ki, mən bu il bunun təmirinə filən qədər pul xərcləyəcəyəm, 2 ildən sonra filən qədər pul xərcləyəcəyəm, 10 ildən sonra filən qədər pul xərcləyəcəyəm. Yəni, çox yaxşıdır ki, hər bir sahədə baş verə biləcək hər hansısa bir hadisənin həm önünü almış olursan, həm də ki, bu sənə istənilən formada belə müsbət xeyir verir. Bilirsiniz, siz bir məsələyə toxundunuz, mən də istəyərdim ümumiyyətlə belə bu istiqamətdə sual verim. Biz həmişə insan mərkəzi yanaşmadan da danışırıq. Belə bir ifadə var ki, ümumiyyətlə rəqəmsal transformasiyanın həyata keçirilməsinə texnologiya risk deyil də, risk bəzən insan faktorudur. Bundan nə qədər razısınız? Elə istəyərdim ki, sizdən danışaq. Rəqəmsal transformasiya layihələrində texnologiyanın özü qədər insan resursları da önəmlidir. İnsan resurslarını daima önəmsəməliyik. Yeni layihənin icrası zamanı, yeni texnologiyanın tətbiqi zamanı bizim qarşılaşdığımız əsas məsələ, yəni texnologiyanın uğuru ondadır ki, bu layihənin istifadə edəcək insan resursu onu nə dərəcədə mənimsəyir, nə dərəcədə onu istifadə edə bilir. Bundan başqa layihələrdə zaman-zaman müqavimət, stres, qorxu, bilgi çatışmamazlığı kimi hallar layihənin gedişatına təbii olaraq neqativ təsir edə bilər. Amma insan resursunun önəmini artırmaq üçün davamlı maarifləndirmə, şəffaf kommunikasiya kanallarının qurulması, onları komanda dəstəyi vermək elə texnologiyanın özü qədər önəmlidir. Müqavimətdən danışırsınız. Bəs bu müqavimətlə məsələn necə mübarizə aparırsınız? Burada əsas yanaşmamız, biraz öncə qeyd etmişdim, şəffaf kommunikasiya qurmaq,
davamlı təlimlər keçmək, ən əsası isə layihənin məqsədi, layihənin təşkilata qazandıracağı faydalar, layihənin əməkdaşların gündəlik çalışmalarına gətirəcəyi sadəliklər, bunların hamısı önləyici, müqaviməti qırıcı tədbirlərdir. Bundan başqa mənim təcrübə edindiyim layihələrdən əməkdaşların fikirlərini diqqətlə qulaq asmaq, onların layihənin ilk mərhələsindən son mərhələsinə kimi layihədə yer almalarını təmin etmək, onlara layihədə rollar vermək və yeni texnologiya öyrənilən zaman mütləq təlimlərə, davamlı təlimlərə tabe tutmaq lazımdır. Belə olan halda əməkdaşların öz güvəni qazanmış oluruq, onları layihənin olmazsa olmaz önəmli hissəsinə çevirmiş oluruq, onlara dəyər veririk ki, yəni bu layihələr sizin üçündür, sizin sayənizdə baş verir və belə olan halda onları dəyişimin, özləri də hiss eləmədən dəyişimin tərəfdaşına çevirmiş oluruq və beləliklə heç bir müqavimət halı ilə rastlaşmamış oluruq. Bu elə bil ki, belə loru dildə desək, sülhməramlı, onların görməyəcəyi şəkildə arxa planda bu səhnəni hazırlamaq kimidir. Yəni background artıq bu səhnə hazırlanandan sonra insan o bir yerdən sonra düşünmür. Bəli, onu düşünmür ki, o müqavimət edir. Amma zaman-zaman layihə rəhbərləri layihələrdə müqavimətlə rastlaşırlar. Bu həll yollarını tətbiq etsələr, inanıram ki, uğura çatarlar. Məncə artıq bizi izləyən tamaşaçılar da məncə bunu öz işlərində də necə də reallaşdıracaqlar. Bilirsiniz, dünya hər saniyə yenilənir. Yəni biz əzən gündən danışırıqsa, artıq hər saniyə yenilənir. Və inkişaf üçün də, perspektivli gələcək üçün də gərək bunu uyğunlaşdırmağı bacarmalısın istənilən formada. Çünki insan özünü inkişaf elətdirməsə, nə işində, nə heç bir yerdə inkişafdan söz gedə bilməz. Çox sağ olun gəldiyiniz üçün. Düşünürəm ki, çox faydalı, ən əsası lazımlı müzakirə oldu. Qafan müəllim, son olaraq demək istədiyiniz hər hansı bir sözlər varmı? Doymadım. Mən əslində Rəman müəllim kimi qonaq nadir ələ keçən bir insandır. Çox maraqlı, çox faydalı söhbətlərlədir. Mən əslində istəyərdim biraz da çox söhbət edək, amma əfsuslar olsun ki, indi efirin məhdudiyyətləri var. Məncə siz efirdən sonra da söhbət edə bilərsiniz. Eləyəcəyik. Biz efirdən əvvəl eləyirdik, hələ sonra da eləyəcəyik. Təşəkkür edirik bir daha. Sizin son olaraq demək istəyiniz nə sözlər var mı Rəman bəy? Ümumiyyətlə, bir məqamı qeyd eləmək istəyirəm. Bizim ölkəmiz yeni qurulmuş ölkədir və həqiqətən dünyaya inteqrasiyada böyük addımlar atırıq. Deməli, bu rəqəmsallaşmadan bəhs etdik biz bugünkü görüşümüzdə. Bu rəqəmsallaşma 4-cü sənaye inqilabı baş verir dünyada. Bu proses baş verir, bunun içindəyik artıq. 4-cü sənaye inqilabının gətirdiyi vacib məqamlar var. Onlara ayaq uydurmaq lazımdır. Həmin bu proseslərin ölkəmizdə bir sürət qazanıb bu son illərdə. Təbii ki, bu öz-özlüyündən baş vermir və bu prosesə təkan verən qurum var. İqtisadiyyat Nazirliyinin tabeçiliyindəki 4-cü sənaye inqilabı təşkilatı var. Bəli. Onlar həqiqətən 4-cü sənaye inqilabının tələblərinin ölkəmizdə yayılmasında, belə deyək də, şirkətlərin maariflənməsində, yerli şirkətlərin xarici şirkətlərlə əməkdaşlıq edib doğru istiqamət götürməsində böyük əməkləri var, böyük çabaları var. Onlara da buradan öz təşəkkürümü bildirmək istəyirəm ki, bu proseslərə dəstək olurlar. Öz ölkəmizdə iqtisadiyyatımızın inkişaf etməsinə, rəqəmsallaşmasına, proseslərin avtomatlaşdırılmasında, robotlaşdırılması prosesində böyük təkanlar, böyük əməklər sərf edirlər. Təzə başlayıblar. Bəli. Onlar hələ sürətlənirlər. Hələ inşallah biz o Forsiumun uğurlarını biz çox qısa zamanda görəcəyik. Hələ getdikcə də artacaq. Çünki həqiqətən də onlar çox vacib işlə məşğul. Ötən buraxılışların birində də məhz Fariz Cəfərov da bizim qonağımız idi. Daha ətraflı şəkildə bu mövzulara toxunduq. Yaşayacaq gələcək təbii ki, hər şey Azərbaycanımız, hər şey dövlətimiz üçündür və hər bir sahədə müsbət inkişafa doğru meyllənmək və istənilən formada uğura çatmaq bizim xalqımız üçündür. Düşünürəm ki, tez bir zamanda bütün sahələrdə biz yenə də öz sözümüzü deyirik və deməyə davam edəcəyik. Bir daha minnətdaram, təşəkkür edirəm gəldiyiniz üçün, işlərinizdə uğurlar arzu edirəm. Əziz dostlar, əziz dinləyicilər və izləyicilər, siz Asan TV və Asan Radioda Azərbaycanda rəqəmsal transformasiya verilişini dinlədiniz. Biz bugün müasir biznesdən danışdıq. Gələn buraxılışlarda görüşənədək. Xudahafiz.